Bunu 1000 dəfə demişəm, bu da olsun 1001-ci. Çalışın heç vaxt sandıq jetonları satın almayın. Çünki label səhifələrdən bağlananlar əgər varsa, yəni saxta rəy yazmamaq şərtinə mənim fikrimi təsdiqləyə bilərlər ki, saxta jetonlar, sandıq jetonları alan səhifələr ki var, fərqi yoxdur, 50 level olsun, 40 level olsun, 20 level olsun, geci-tezi bir gün bağlanır. Çünki bu TikTok'un icazə vermədiyi bir metoddur və illegal metoddur. Amma bizim jeton satışlarımız birbaşa hesabınıza daxil olub yüklənməklədir. Heç bir halda sandıq vasitəsilə hesabınıza jeton yüklənilmir. Tam orijinal və TikTok'un icazə verdiyi legal şəkildə satışlarımız həyata keçirilir. Həmçinin mən demirəm ki, gəlib jetonu bizdən alın. Yəni yox, tanıdığınız başqa güvəndiyiniz insanlar varsa, təbii ki, buyurun onlardan ala bilərsiniz. Amma metod olaraq sandıq vasitəsilə, sandıq qoyub gedib jeton götürmək vasitəsilə əgər hesabınızın bağlanmasının qarşısını almaq və hesabınızı qorumaq istəyirsinizsə, bu formada jeton satışlarından qaçın.